Hər vaxt xeyir olsun. Bugün ayın, iyun ayının 7-sidir və yay başladı və istirahətlər başladı. Hər kəs istirahətə yola düşür və traderlər üçün ən çətin məqamdır. Nə üçün? Başları qarışır istirahətlə və trade edirlər. Eyni zamanda trade edəndən sonra əməliyyat açırlar və istirahətlə məşğul olduqları üçün diqqət edə bilmirlər. Məsləhət görərdim ki, az lotla, kiçik lotla və eyni zamanda günün ikinci yarısından sonra saat 7 saatdan 5-dən sonra bazara baxsınlar və kiçik lotdan girsinlər. Gün ərzində bir əməliyyat, maksimum 2 əməliyyat açsınlar. Yəni bir əməliyyat açsalar kifayət qədər gəlirlə bazardan çıxa bilərlər. Ümumi olaraq yəni biz qızılda, gümüşdə, Bitcoin'də və neftdə hansı nöqtələrə diqqət eləməliyik? Gəlin ilk öncə biz başlayaq neftdən. Qızılı isə ən sonunda deyəcəm. Deməli neftdə hansı nöqtələrə baxmaq lazımdır? Alışlar üçün 74-dən sonra formalaşarsa uzun müddətli qalxışlara yol açacaq. Amma 71-dən aşağı formalaşsa yenidən dəyər itirərək aşağı doğru istiqamətlə davam etdirəcək. Keçək biz Bitcoin'a. Bitcoin'də nələrə baş verəcək, hansı nöqtələrə diqqət etmək lazımdır? Yəni bildiyiniz kimi yay vaxtıdır. Biz də bir neçə gündən sonra istirahətə yollanırıq və oradan sizinlə əlaqə saxlayarıq. Bitcoin'də 65-lərdən sonra formalaşsa alışlar, 60-lardan sonra aşağı formalaşsa isə satışlar gələcək. Və gümüşdə nələr baş verəcək? Gümüşdə əsasında hansı nöqtələrdir? Yəni ümumi olaraq gəlin belə danışaq. Yəni gümüşdə deməli 60 hədəf olaraq 63-700'lərdir. Bundan yuxarı formalaşsa yenidən yuxarı doğru istiqamətlə davam edəcək. Amma satışlar üçün isə 60-dan sonra formalaşsa 58-400'lər dəstək xəttidir və bu nöqtəyə diqqət etmək lazımdır. Ümumi olaraq neftdə və Bitcoin'da, yəni gümüşdə də biz qısa müddətləri deyə bilərik, amma qızılda, gümüşdə gəlin belə deyək. Yəni qızılda qısa müddətli əməliyyatlar üçün biz hansı nöqtələrə diqqət etməliyik? Yəni qızılda 4145'lərdən sonra bugün formalaşsa 25-30 dollara bir qalxışdan. Amma 4105'lərdən aşağı formalaşsa vəziyyət heç də yaxşı olmayacaq, yəni qızıl üçün. Amma tam olaraq yəni alışlar üçün 4177'lərdən sonradır. Aşağıda bir hədəf var, 4080'lər. Bu çox güclü bir hədəfdir. Yəni qiymət yuxarı doğru istiqamətlə davam etdirəndən sonra, sürətlə qalxandan sonra bütün alıcılar alışlara girəndən sonra eniş üçün 4080'lərə müraciət edə bilər və buradan dəstək götürüb yuxarı qalxa bilər. Bu nöqtəyə də diqqət etmək lazımdır. Hələ ki bu qədər sizə məlumat verdim və bununla siz kifayətlənə bilərsiniz. Hələ ki inşallah görüşmə ümidi ilə sağ olun.